bu dronu Naxçıvana İran atıb, yoxsa bir başqası atıb. Əlimdə mənim faktim yoxdur. Amma bəri başdan istəyirəm mənim xalqım bilsin. İlham Əliyev, bunu sən gözəl bilirsən. Mən əzəm vətənlər, bilirsiniz də, Naxçıvanda da olmuşam mən. Mənim Naxçıvanda çox dostlarım var. Əlaqədə olduğum insanlar var. Amma tək Naxçıvanla bağlı yox. Azərbaycan hərbi sistemində bütün güc strukturlarında bir hüquqşünas olaraq mənim kifayət qədər əlaqədə olduğum insanlar var. Mənə şəxsən bugün efirdən qabaq çox ciddi bir məlumat verildi. İndi mən o məlumatı verib buradan sizə sual verirəm İlham Əliyevə ki, nəyə görə Naxçıvanda yerləşən hərbi hissələrdə hərbi hava qüvvələrinin hava hücumundan müdafiə qüvvələrində hərbi hissədə sənin texnikan söndürülüb və nəyə görə bu göstəriş verirsiniz ki, apar söndürülsün, hamı yatır gücü uşaqla bunlar. Uşaq bahçasıdır. Əslən vətənlər, Azərbaycan xalqı bunu bilməlidir. İlham Əliyev elə böyük bir xəyanətin içərisindədir ki, Azərbaycan dövlətini və xalqını elə böyük faciə sürükləyir ki, onun qarşısını yalnız sən özün ala bilərsən, xalq olaraq, millət olaraq. Hava hücumundan müdafiə qüvvələrində bizim radiolokasiya sistemi söndürülüb. Niyə? Burada mən bunu deyirəm. Bu məlumatı mənə Azərbaycan ordusundan tanıdığım şəxsən zabit veribdir. Gedin yoxlayın. Gedin yoxlayın görün bu sistem sadəcə də niyə? Kimin əmri ilə söndürülüb ki, nəsə görsəməsin, bilinməsin. Və sən deyirdin, nə bilim, İsraildən milyonlarla pul xərcləmirsən, nəsə almışsan. Sən güya hava hücumundan müdafiə, nə bilim, texnikan var, nəyin var, hərbi hissələrin var. Niyə? 3 dənə dalbadal şey gəlir Naxçıvana dostlar. Fikir verin aziz. 3 dənə drone gəlir. Heç birini bizimkilər görmür də saxlamalarda tədbir görünmür. Nədən mi yumurtan danışırsan sən? Sən dolamırsan bu milləti? Əzəm vətənlər, bunun bir oyun olduğu artıq ortadadır. Həyasızcasına çıxarsan sən böyle açıq iclas keçirəsən. Başlayasan İran dövlətinin əleyhinə, ağzı eləni danışasan və əldə faktor ola ki, bu dronları kim atıb, hardan atıb, niyə atıb, özləri ələ bilirlər ha. Bunu səndən mən bilmirik. Amma mənə məlumat verildi ki, Naxçıvanın hava hücumundan müdafiə hərbi ilə bağlı hərbi hissəsində bizim o radiolokasiya sistemi söndürülüb. Özdə məlumat verən adam deyəcək olmaq elə ki, bura bağçadır. Əskərlərə deyiblər ki, zabit gedin yatın denizlərim. Nə bilim, sonra kodlayarsınız aparaturanı. Burada yazılır ki, 4 dənə drone olub. Bax, deyəsiniz, mən 4'ümü bilməm, mənə 3 drone dedilər uşaqlar ki, 3 dənə drone atır bura. Biri düşübdür hava limanına, biri düşüb hərbi hissənin yaxınlığına orada. Və dostlar, bu dronların vurduğu yerlər ki var, baxın, Azərbaycan, Naxçıvanın hava limanı, bir də orada yaxınlıqda hərbi hissə var, sərhəddə yaxın, hərbi hissənin yaxınlığına düşüb. Yəni, bu dronların qəsdlə və bilə-bilə həmin obyektlərə atılması şübhəsizdir. Baxın ha, diqqətli olun şeyə. Dostlar, müharibə gedir, müharibədə olur belə şeylər. Bilirsiniz də, sizin Ukraynada, nə bilim, Rusiya müharibə eləyir, Rusiyanın bir dəfə nəsə var, raket düşdü Polşaya. Olur da təsadüfən çıxıb indi, obyektdən çıxıb gedibdir. Olur, texniki zəif hücumatdan olur belə şeylər. Dövlətlər bunu qəbul edirlər, başa düşürlər, ziyan ödənirlər, üzr istənir, bitib gedir. Amma Naxçıvana yönələn dronlar birbaşa obyekti vurdığına görə artıq heç kəs deyə bilməz ki, bu təsadüfən olur, bu texniki xətadır. Heç kəs deyə bilməz bunu. Heç kəs onu anlatmasın. Əgər bunu İran doğrudan da vurubsa, İran qəsdən bilə-bilə vurub. İran deyə mən vurmamışam. İran qəti inkar eləyib, əzizən vətənlər.
Təksib eləyib. İran deyir ki, mən vurmamışam. İndi sual yaranır. Acaba İran vurubsa, niyə təksib eləyir, dostlar? Necə fikirləşirsiniz? İran vursa, təksib eləyərmi? Deyərmi ki, mən vurmamışam. Siz necə fikirləşirsiniz? Çox xahiş edirəm, hamı öz fikrini desin. İran vurubsa, niyə təksib eləyir? Və İran vurubsa, bu təksib eləməyin səbəbi nədir? Nə ilə bağlı ola bilər ki, düşsün ki, mən vurmamışam. Xəbəriniz var da, bugün artıq yayılıb, informasiya yayılıbdır ki, İran tərəfi rəsmi qaydada məlumat yayıbdır ki, mən vurmamışam Naxçıvanı. Hətta deyir ki, biz sizdən eşitdik bu məlumatı. Sosial şəbəkədən eşitdik. Bu nə məsələdir belə? İran yalan deyərmi? Burada yazdılar. Amma vurubsa, boynu almaya bilərmi? Vurub boynu almırsa, niyə? Çox maraqlıdır. Bu suallara cavab vermək lazımdır. Əzəm vətənlər, İran Qətəri vurur. Birləşmiş Ərəb Əmirliyində Amerikan obyektlərini vurur. Səudiyyədə də vurur. Hər yerdə vurur. Amerikanın Ürdündə vurur, Yardaniyada vurur. Amerikanın harada obyekti var vurur. Əvvəldən də İran elan edibdir ki, harada mənim əleyhimə təhlükə olacaqsa, istifadə olunacaqsa, mən onu vuracağım. Əvvəldən deyib, düzdürmü? İndi sual yaranır. Necə olur ki, bu İran Qətəri vurur deyə mən vurmuşam, sinəsinə döyür. Birləşmiş Ərəb Əmirliyi vurur, sinəsinə döyür deyə mən vurmuşam, əcəb eləmişəm. Ürdündəki vurur deyə mən eləmişəm. Amerikanın istənilən obyekti vurur deyə mən eləmişəm. Bu Naxçıvana yalanı deyib eləməmişəm. Niyə? Belə bir şey mümkündür mü sizcə? Ki İran vursun, desin ki, mən vurmamışım, mən bağışlayayım mənə. Bu mümkün deyil. Bu mümkün deyil. İran əgər vurmuş olsa, ya deyəcək ki, qəsdən vurmuşam, əcəb eləmişəm və fakt qoyacaq ortalığa ki, sən gətirmirsən İsrailin müəyyən qüvvələrini yerləşdirmirsən Naxçıvanda ya filan yerlərdə, mən də vururam. Bu da mənim sübutum. Yox, əgər belə sübutu yoxdursa, İran deyəcəkdir ki, bağışdan üzr istəyirəm, səhv eləmişəm. Texnik xətadır, ola bilər. Amma sual yaranır. Naxçıvanda olan radarlar nəyə görə söndürülüb bu hücumdan qabaq? Və bu dronları görən olmayıb, qarşıdan olmayıbdır. Niyə söndürmüşsünüz bunu siz? Kim bilirdi ki? Eləməliyək, ola bilirsən xəbərin yoxdur. Amma bunu bilsə mən deyilib sənə bax, tədiri göndər ki, yoxlasınlar. Radarları kim söndürüb, niyə söndürüblər? Əgər sənin özünün xəbərin yoxdursa, tərtədəki kimi, ola bilər xəbərin yoxdur. Kimsə orada oyun aparır. Tədir gedin, araşdırın. Dostlar, bu baş verən hadisədə o qədər belə həyasızlıq var, o qədər nə bilim, hamıya bəlli olan faktların saxtalaşdırılması, saptırılması var. Bu Azərbaycan efirində çıxış edən bəzi adamları görəndə dəşdə gəlsən, giray. Bu adamlar görəsən, o dünyada öz valideynlərinə nə cavab verəcəklər, əgər bunların valideynləri müsəlman olubsa? Buna nə cavab verəcəklər? Bu dərəcədə yalan, böhtan, Müsavat TV-də bir nəfər şey çıxıb, o verdikdə nədir? Rejissorumuzda mən demişdim ki, hazırlasın o materialı. Adam elə reaksiya verir, elə danışır ki, bu dəqiqə gelib İranı bombalayacaq. Əslən vətənlər, İranda bizim 30-40 milyon dəqiq rəqəm yoxdur. Soydaşımız yaşayır, Talış yaşayır, Türk yaşayır orada, Kürt yaşayır orada. Bu da bizim qardaşlarımızdır, bizim qan qardaşlarımızdır. Talışı da, Kürdü də, Türkü də. Və İsrail bugün Ərdəbili bombalayır. İsrail Təbrizi bombalayır. Əziz vətənlər, eşidirsiniz? İsrail
Ərdəbili bombalayır.